Böyük Britaniya kralı 3-cü Charles'ın ABŞ-yə səfəri tarixi açıqlamalarla diqqətdə qalıb. Kral Vaşinqton və Londonun ortaq tarixini vurğulayan ifadələr səsləndirib. O, nitqində 18-19-cu əsrlərə dair zarafatlar eləyib. Hətta konqresdə çıxışda ABŞ-nin yaranmasının 250-ci illiyi ilə bağlı, onun nisbətən gənc ölkə olmasına dair fikirlər də yer aldı. 250 years ago, or as we say in the United Kingdom just the other day. Qurucular məqsədli, cəsarətli və yaradıcı üsyançılar idi. 200-250 il əvvəl ya da Birləşmiş Krallıqda dediyimiz kimi elə bil dünən onlar qarşı-qarşıya olan qüvvələr arasında tarazlıq yaradaraq və müxtəliflikdən güc alaraq müstəqilliklərini elan etdilər. Onlar 13 çarəsiz koloniyanı birləşdirərək həyat, azadlıq və xoşbəxtliyə can atmaq kimi inqilabi ideya üzərində bir millət qurdu. Ziyafətdə isə Kral 3-cü Charles'ın Prezident Donald Trump'ın əvvəlki çıxışlarına istinad verərək nitq söyləməsi diqqət çəkdi. Trump bir neçə dəfə ABŞ-nin 2-ci Dünya müharibəsindəki uğurlarını vurğulayaraq Avropanın Vaşinqtona təşəkkür borcunu xatırladıb. Bu il Dünya İqtisadi Forumunda da o, eyni fikirləri söyləyərək Birləşmiş Ştatların gücünü nümayiş etdirib. Müharibədən sonra hansı ki biz qalib gəldik, özü də böyük qələbə ilə. Biz olmasaydıq, siz hamınız indi Almanca danışardınız. Bəlkə də biraz Yapon dilində. Görünür, Kral Trump'ın bu açıqlamasına cavab vermək üçün ABŞ-yə səfərini gözləyib. 3-cü Charles məsələyə diqqət çəkərək Böyük Britaniyanın əsrlər boyu mövcudluğuna toxunub. Indeed, you recently commented, Mr. President. Siz bu yaxınlarda qeyd etdiniz ki, əgər Amerika Birləşmiş Ştatları olmasaydı, Avropa ölkələri Alman dilində danışardı. İcazə verin deyim ki, əgər biz olmasaydıq, siz fransızca danışardınız. Əlbəttə, biz hər ikimiz də fransız qohumlarımızı çox sevirik. Bu üç xalq yalnız ortaq dəyərlərlə deyil, həm birlikdə, həm də ayrı-ayrılıqda daha güclü olduqlarına görə dərin inamla bir-birinə bağlıdır. Of course. We both love our French cousins. Great. Əslində Trump'ın bu açıqlamaları 2-ci Dünya müharibəsində ABŞ-nin Avropanı nasist Almaniyasından xilas etməsi fikrinə işarədir. İfadə göründüyü kimi siyasi ritorika xəttindədir. Savaşın ilk illərində Almaniya indiki Avropanın böyük hissəsini işğal etdi. Polşa, Danimarka, Norveç, Belçika, Niderland, Lüksemburq və Fransanın bir hissəsi. Bəzi ölkələr isə Almaniyanın təsirinə düşərək müttəfiqliyi seçdi. Nəticədə 1941-ci ilədək Almaniya Qərbi və Mərkəzi Avropanın böyük hissəsini nəzarət aldı. Yalnız Böyük Britaniya işğaldan kənarda qaldı və müqaviməti davam etdirdi. Elə həmin ildə ABŞ Pearl Harbor hərbi dəniz bazasına Yaponiyanın hücumundan sonra müharibəyə qoşuldu. Məqsəd Sakit Okean donanmasını zəiflətmək və Yaponiyanın Asiya Sakit Okean regionunda genişlənməsini təmin etmək idi. Hücumdan bir gün sonra Prezident Franklin Roosevelt Yaponiyaya müharibə elan etdi. Nəticədə Sakit Okean cəbhəsində müharibə genişləndi və savaşın gedişində dönüş nöqtələrindən biri oldu. ABŞ-nin 2-ci Dünya müharibəsində rolu mühüm olsa da həlledici sayılmır. Çünki Almaniyaya qarşı ikinci böyük cəbhənin açılmasında Böyük Britaniya və Fransanın da izi var. Bu hərbi əməliyyatlar sayəsində Alman ordusu bölünmək məcburiyyətində qaldı. ABŞ və müttəfiqlər 1944-1945-ci illərdə Fransa, Belçika və digər ölkələri azad etdi. Ardınca tərəfdaşlar qərb istiqamətindən Almaniyaya doğru irəlilədilər. 1945-ci ilin əvvəllərində ABŞ qoşunları Qərbi Almaniya şəhərlərini ələ keçirdi. Həmin ilin aprelində müttəfiqlər Berlinə yaxınlaşdı. May 8-də isə Almaniya təslim oldu. Berlinin tam məğlubiyyəti şərq və qərb cəbhələrinin birgə təzyiqi ilə baş verdi. Vaşinqton həmin müddətdə dünyanın fabrikinə çevrildi. Müttəfiqlərini silah, texnika və ərzaqla təmin etdi. Lend-Lease aktına əsasən ABŞ dost ölkələrə lazım olan məhsulları verirdi. Lakin ödəniş prosesi isə müharibə bitəndən sonra həyata keçiriləcəkdi. Yəni bu bir növ borc və ya kirayə sistemi sayılırdı. Əsas alıcılar isə Böyük Britaniya, SSR və Çin idi. Bu proqram Vaşinqtonun nüfuzunu artırdı. Çünki London 1940-1941-ci illərdə Almaniyaya qarşı tək qalmışdı və ciddi resurs çatışmazlığı yaşayırdı. Bu, müttəfiqlərin müharibəni davam etdirməsinə şərait yaratdı. Xüsusilə logistika və təchizat baxımından həlledici rol oynadı.
Eyni zamanda Ağ Ev savaşdan sonra dünya nizamının formalaşmasında da əsas rol oynadı. BMT-nin yaradılması da bura daxildir. Buna baxmayaraq, ABŞ müharibəni tək başına qazandı demək doğru deyil. Vaşinqton qələbəni mümkün edən əsas üç gücdən biri idi. Müharibədə Böyük Britaniyanın da rolunu unutmaq düzgün sayılmaz. Elə Kral 3. Charles da çıxışında bu məsələyə işarə verib. Kral hər iki xalqın eyni kökə mənsub olduğunu və biz olmasaydıq siz olmazdınız fikrini aşılamaq istəyib. Çıxışdakı Fransa detalı isə 3. Charles'ın Fransanın da ABŞ-dən qədim ölkə olduğunu vurğulamaq niyyəti idi. Ziyafətdə başqa zarafatlar da oldu. Kral ABŞ-nin müstəmləkə keçmişi ilə bağlı fikirlər səsləndirdi. O, Prezident Donald Trump'ın Ağ Ev ərazisində planlaşdırdığı bal zalına və Şərq qanadında aparılan dəyişikliklərə işarə etdi. Hətta Londonun 1814-cü ildə Ağ Evin daşınmaz əmlakının yenidən qurulması üçün etdiyi cəhdə toxunuldu. O, həmin ildə Vaşinqtonun 26 saat müddətinə ingilislərin nəzarətinə keçməsi və Ağ Evin yandırılmasını xatırlatdı. Eyni zamanda Kral 1773-cü ildə Boston çay qonaqlığı hadisəsinə də istinad verdi. Bostonda Böyük Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası keçirilmişdi. Səbəb isə Londonun koloniyalara çay vergisi tətbiq etməsi idi. Nəticədə nümayişçilər Britaniya gəmilərindəki çay qutularını dənizə atdılar. Onlar Britaniya parlamentində təmsil olunmadıqları halda vergi ödənişini ədalətsiz sayırdılar. Lakin sözü gedən hadisə kolonistlərin birləşməsini sürətləndirdi. Bu, Amerika inqilabının başlanğıcı sayılır.